Aleykümselam və rahmetullahi və barakatuhu. Soruşduğun sual qardaş, cəmaat imam səsli namazı qılarkən, imam səsli namazda oxuyarkən arxasında olan cəmaat, namaz qılanlar Fatihəni oxumalıdır ya oxumamalıdır? Bu haqda ümumiyyətlə səsli namazlarda arxada duranların, imama uyanların Fatihəni oxumaq məsələsində elm əhli ixtilaf edib və bu qədimi ixtilafdır. Bunlardan ən doğru rəy Fatihənin oxunmasıdır. İstərsən səsli namaz olsun, istərsən səssiz namaz olsun. İstərsən imam oxuyarkən ara versin, istərsən imam oxuyarkən ara verməsin. İmama tabi olanların hamısı səsli namazda da, səssiz namazda da Fatihəni oxumaları lazımdır və bu ən doğru rəydir. Elm əhlindən bir çoxları bu rəyi dəstəkləyir. Xüsusən də İmam-ı Şafii rahmehullah və Şafii məzhəbində bu məşhur məsələdir ki, Fatihəni oxumaq vacibdir imama da, mə'muma da. Yəni imama da, arxasında namaz qılanlara da, səsli namazlarda da, səssiz namazlarda da. Bunu İmam-ı Nəvavi Şafii məzhəbindən, yəni ki, belə deyək, hətta icma şəklində nəql edir. Yəni xüsusən də Şafii məzhəbi, Şafii rahiməhullahın təzə məzhəbində bu ən məşhur fikirdir. Təbii, müasir alimlərdən də bir çoxları bunu deyir, xüsusən də İbn Baz rahimehullah Fətvalar kitabında və həmçinin İbn-i Useymin rahimehullah. İbn-i Useymin rahimehullahın fətvalarında 13-cü cildində bab var, Fatihəni oxumağın hökmü haqqında. Orada bu məsələni geniş izah eləyir və ixtilafı zikr eləyir və sonra xülasə olaraq deyir ki, ən doğru rəy odur ki, Fatihəni həm imam, həm arxasında namaz qılanlar, istər səssiz, istər səsli namazlar olsun, qılmaları lazımdır. Buna bir çox, bu məsələnin doğru olmasını sübut edən bir çox dəlillər var. O dəlillərdən Ubadət ibn Samit radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, La salətə limən ləm yəqra bi fatihatil kitab. Namazı sayılmır o kəsin ki, namazda Fatihəni oxumur. Bu hədisi İmam Buxari və həmçinin İmam Muslim rivayət edib. Xüsusən də İmam Muslim bab qoyub Səhih kitabında ki, hər rəkətdə Fatihənin oxunmasının vacib olması. Hədisin rəqəmi 394 nömrəli hədisdir. Və həmçinin yenə hədis var Ubadət ibn Samit radiyallahu anhudan. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazını qılır və Peyğəmbər sallallahu aleyhi və səlləmə namazda oxumaq ağır gəlir, çətinlik çəkir və namazdan sonra sahabələrinə çevrilərək deyir ki, mən sizin imamın arxasında oxuduğunuzu gördüm. Yəni, elə bil ki, sahabələr arxada oxuyanda Peyğəmbər sallallahu aleyhi və səlləmə mane olurlardı və bu da Peyğəmbər sallallahu aleyhi və səlləm üçün ağır idi qiraəti davam etdirməsi. Sahabələrin içindən biri qalxır, deyir ki, bəli, ya Rasulallah, oxuyurduq və yaxud da oxuyurdum. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə təf'alu illə bi ummil Qur'an. فَإِنَّهُ لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِهَا. Deyir ki, sadəcə Fatihəni oxuyun, kim onu oxumazsa namazı sayılmaz. Bu hədis daha açıq aşkardır, bayaq zikr olunan hədisdən. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem burada sübh namazını qılırdı və sübh namazı da səsli namazlardandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem burada xüsusiləşdirir ki, oxumayın Fatihədən başqasını. Bu hədisi İmam Abu Davud rahiməhullah rivayət eləyib. Sünən kitabında hətta bu haqda bab qoyub ki, Fatihədə, namazda Fatihəni tərk etməyin hökmü. Hədisin nömrəsi isə 823, 824, 825 müxtəlif ləfslərlə bu hədisi İmam Abu Davud Sünən kitabında rivayət eləyib. Həmçinin İmam-ı Nəsai Sünən kitabında həmin hədisi rivayət eləyib və həmçinin İmam-ı Darqutni Sünən kitabında 1557 nömrəli hədisdə və həmçinin İbn Əbi Şeybə 3770
nömrəli hədisdə, həmçinin İmam el-Beyhaqi Sünən kitabında 220 nömrəli hədisdə və həmçinin İbn Xuzeymə 1581 nömrəli hədisdə və həmçinin İbn Hibban Sahih kitabında 1792 nömrəli hədisdə. Bu dəlillərə əsasən və bir çox elm əhlinin irad etdiyi bu dəlillərə əsasən tam açıq-aşkar bəlli olur ki, bu məsələ dəlil əsasına qurulmuş, nəinki qiyas, nəinki ictihad, dəlil əsasına qurulmuş məsələlərdən biridir. Amma o birisi rəy ki, Fatihəni oxumağı görmür səssiz namazlarında. Onların ən məşhur dəlili sünnədən odur ki, hədis gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən imamın oxumağı mə'mumun oxumağıdır. Yəni imamın oxuduğu arxasında namaz qılanların oxumağıdır. Bu ən məşhur gətirdikləri dəlildir. Lakin geniş nəzərdən sonra bu hədisə bəyan oldu ki, bu hədis zəifdir. Yəni bu hədis zəifdir. Bir çox alimlər bu hədisin zəif olduqlarını deyir. O alimlərdən ən məşhurları İbn Kəsir rahmehullah təfsir kitabının müqəddiməsində geniş danışır və bəyan edir ki, bu hədis zəifdir. Həmçinin İbn Həcər rahmehullah Fəthül Bari kitabında Sahih Buxarinin şərhində 2-ci cild 285 nömrəli səhifədə qeyd edir ki, bu hədis zəifdir və hafizlər, yəni hədis alimləri tərəfindən bu hədis rədd olunur. Həmçinin İmam Darqutni Sünən kitabında bu hədisi zikr eləyəndən sonra 1-ci cild 322-ci səhifədə qeyd edir ki, bu hədis tərk olunmuş hədislərdəndir. Və həmçinin İbn Hazm rahimehullah Muhallə kitabında qeyd edir ki, bu hədisə üzərinə hökm qurulmur, çünki hədis zəifdir. Amma ayə ki, gətirirlər Quran oxuduğu zaman dinləyin. Bu umumidir. Hədis, bayaq keçən hədis, Buxarıda, Müslimdə və başqalarında gələn Ubadət ibn Samit radiyallahu anh hədisi ayəni xüsusiləşdirilmiş olur. Qısacası, sənin verdiyin sualla ilgili cavabımız budur. Doğrusunu Allah bilir. Və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi əcmain.